tətbiq edib başa düşənlər, hakimləri, kafir sayanlar xavariclərdir. Xaricilərdir, təkfirçilərdir. Bu mənim sözüm deyil. İbn Baz, İbn Hüseymin, hərdən belə deyəndə deyirlər, bunlar saray alimləridir. Bunlar ki, saray alimlərinin sözünə əsaslanırlar. Yəni, kralın, nə bilim, nəyi deyirlər. Sizlərdən nə qədər istəsən. Hamısı falan. İmmələr, Şeyxülislam'a nəsə deyə, Şeyxülislam İbn Teymiyyəyə nəsə deyə bilərsən, qardaşım, cəsarət edirsənsə, denən buna da. İbn Teymiyyə və deyir, mən ləm yahkum bi mənzəlallah. Fətavasında. Bunu deyəndə deyilə murciyyədir bu. Buna da cürət elə, başı xərab denən, yaxud ingilisdə işləyir falan bu kimi şeylər. Belə də ki, bizə fərq eləmir Şeyxülislam İbn Teymiyyə namaz qılmayan kafir görür, yoxsa görmür. Hər bir halda nusus dəlalət edir ki, namaz qılmayan müsəlmandır, lakin böyük günah sahibidir. O deyir ki, bəzi ərəb və müsəlman dövlətləri Qurandan başqası ilə hökm verirlər. Belə olduqda onlar günah işlətmiş sayılırlar və dünyəvilik məzhəbinə daxil olurlar. O kəslər ki, Allahın nazil etdiyi ilə hökm etmir, kafir sayılır. Çünki şəriəti ləğv edən, bəşəri qanunları qəbul edib onları insanların canına, əməllərinə və müamilələrinə tətbiq edən kəs artıq şəriətdən başqasını qəbul etmişdir. Eləcə də şəriəti naqis hesab etmiş və onun insanlar arasında hökm verməyə yararlı olmadığını iddia etmişdir. Bu kəslər ki, Fransa, İtaliya, Amerika, Britaniya, Sovet və ya başqa ölkələrin qanunlarından götürülmüş bəşəri qanunlar və hüquqi sistem yaradırlar və insanları bu qanunlarla idarə edirlər. Bunlar Allahın kitabını arxalarına atmışlar. Belələri İslam üzərində olmazlar və müsəlmanların rəhbərləri olmazlar. Müsəlman dövlətinin əsası yalnız Allahın kitabına və Rəsulunun sallallahu aleyhi və səlləm sünnəsinə dayanır. Yəni, Allaha və Rəsuluna aiddir. Allahın kəlamından və onun Rəsulunun sallallahu aleyhi və səlləm kəlamından anlaşılana uyğun olaraq. Peyğəmbərin sallallahu aleyhi və səlləm belə buyurmasına görə, kim dinini dəyişərsə, onu öldürür, bu şəxs də dinini dəyişmiş sayılır. Çünki Allahın hökmündən başqasını halal və məqbul sayılır. Halbuki uca Allah buyurur. O halda onların arasında Allahın nazil etdiyi kitabla hökm. Yenə buyurur, Allahın nazil etdiyi ilə hökm verməyənlər, məhz onlar kafirlər, məhz onlar zalimlardır, məhz onlar fasiqlərdir. Uca Allah həmçinin buyurur, xeyr, Rəbbinə and olsun ki, onlar öz aralarındakı ixtilaflar barəsində səni hakim təyin edib, sonra da verdiyin hökmə görə içlərində bir sıxıntı hiss etməyib, tam bir təslimiyyətlə təslim olmayınca iman gətirmiş olmazlar. Yenə buyurur, yoxsa onlar cahiliyyə dövrünün hökmünü mü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm kim verə bilər? Allahın hökmlərin ən yaxşısı. Ona tabi olmaq vacibdir. Ümmətin və bütün dünyanın islahı da məhz Allahın hökmü ilə mümkündür. Lakin insanların çoxu bundan qafildir. Allahdan afiyət diləyirik.